vaxtlar mən çox məşhur idim. Çox meyxanaçıların yolunu açmışam. Meyxanalar kitabını maraqlasan, Mirzağa haqqında sən soraqlasan. Bu kimi şeylər belə deyim də məni iyrəndirdi. Əlimdə nəsə 5 manat, 10 manat topar verdim, nəsə ərzaq alırdım. Aparıb uşaqlarla dizdirirdim belə. Ata nə almısan istərsəmiz bir ata üçün, yəni zərbədir o sual. Qadın odur, qoruyur öz adını, qeyriyyəti ilə göstərir icadını. Dəyərli izləyicilər, salam, hər vaxtınız xeyir olsun. Reallığın izi ilə verilişinin bu dəfəki qonağı əvvəllər meyxanaçı olmuş, lakin bu gün həmin sənətdən, həmin peşədən uzaqlaşmış Mirzağa Kürdəmirlidir. Mirzağa Kürdəmirlinin bu gün həyat yoluna bir nəzər salıb, onun nəyə görə bu sənətdən uzaqlaşdığını öyrənməyə çalışacağıq. Salam Mirzağa bəy, hər vaxtınız xeyir olsun. Salam, xoş gəlmisiniz. Mirzağa bəy, sizin mən bəzi videolarınıza baxdım sosial şəbəkələrdə. Əvvəllər dediyiniz meyxanalarınızı Bayram Kürdəxanlının siz meyxana demisiniz və digər bir sıra tanınmış simalarla olmusunuz. Maraqlıdır bu peşədən niyə uzaqlaşdınız? Gəlin ümumiyyətlə ilk öncə bu peşəyə gəlməyinizə nəzər salaq. Nə zaman bu peşəyə gəldiniz? Mən 2005-ci ildə həvəskar idim, belə deyim. Tam sənətə yiyələnməmişdim. Sadəcə olaraq deməyi öyrənirdim. Bir söz var, qımıldayan vaxtda da. Yavaş-yavaş bu sənəti mən hiss elədim ki, məndə var, deyə bilirəm. Yəni, mən də elə rəhmətli Məşədi babanı dinləyə-dinləyə, kasetlərini dinləyə-dinləyə öyrənmişəm. Çətinliklərlə, yəni Kürdəmirdə o vaxtlar meyxana olmayıb. Yəni, kasetləri dinləyə-dinləyə, belə dəyişmə kasetlərini. Yəni, belənçini öyrənmişik. Biz, yəni, o, belə deyim də, 2005-2004-cü illər nəzər salsaq, bir dənə meyxanası tapanda sevinirdik ki, nə yaxşı ki, bir dənə meyxanası tapdıq ki, onunla bir kəlmə oturub meyxana demək qismət olacaq bizə. Yəni, o vaxtlar çox çətin idi. Çətinliklə, yəni, öyrənmişəm. Bəs həmin sənət adamlarından kimlərlə məsələn dəyişmə demişsiniz, kimlərlə qafiyə demişsiniz? Rəhmətli Bayram Kürdəxanı ilə demişəm, Mehman Əhməddinin özündən və tələbələri ilə, Eşən Xəzərlə demişəm, futbolçumuz Kamran Ağayev var. Hə, indi qapıçıdır, evalatardır. Yəni, onun da həvəsi var meyxanaya, çox böyük. Yəni, deyə də bilir. Hə, mən sizə danışıram 2007-2006-dan danışıram, 2008-ci illərdən danışıram. Hə, onu ilə oturdur edirdim, yəni Əhməd də. Bayram Kürdəxanlı ilə bağlı nələr xatırlayırsınız, onunla bağlı xatirələrinizdən biraz danışsınız. Bayram Kürdəxanlı ilə düzdür, yəni mən əvvəllər tanışdığım zadım olmayıb, ancaq meyxanaların kasetdə, yəni dinləyərək kifayətlənmişəm. Amma belə qismət oldu, bir toy məclisinə Kürdəmir rayonunun Molla kəndində bərabər düşəsi olduq. Məni də çağırmışdılar o ərəfədə, həmin toy məclisinə onu da çağırmışdılar. Elə oldu ki, biz ikimiz yəni orada rəqib düşdük. Orada həvəskar Molla kənddən Elşən idi də, adı nə idi bilmirəm, dəqiq yadımdan çıxmadı. O da orada idi, o bizə qoşulub deyib. Nəysə, sözümüz canında deyil, Bayram Kürdəxanlı həqiqətən, belə deyim, onun haqqında danışsaq, çox, yəni, böyük bir insandır. İndi bəziləri onu necə tanıyır, mən dəqiq bilmirəm. Amma Bayram Kürdəxanlı həqiqətən böyüklə böyük, kiçiklə kiçik rəftar edə bilən insan idi. Məni ilə böldü, orada yığdığı şabaşı bastı mənim cibimə və mənə siqaret də aldı və mənə düşdü. Kürdəmiri tanıyanlar yaxşı bilir. 4 yolda düşdük. Orada mənə siqaret və yemək aldı və məni yola saldı. Yəni, çox ürəkli insan idi. Allah ona rəhmət eləsin. Mən yəni, unutmaram onun yaxşılığını. Çox mərifətli, qanacaqlı. Yəni, kim necə tanıyır, mən bilmərəm, amma həqiqətən çox gözəl insan idi. Maraqlıdır bu, danışdığınız hadisələr neçənci ilə təsadüf eləyirdi təxminən? 2011-ci il. 2011-ci Hə, 2011-ci ildə onun ilə toy məclisində olmuşam. Maraqlıdır, bəs bu sənətdən artıq nə zamandan başladınız uzaqlaşmağa? Mən hardasa 2020-ci illərdən küssüm sənətdən. Nə səbəb oldu? Səbəb həm maddiyyat da oldu, düzdür. Tam amma deməzdim maddiyyat. Həvəsdən düşdüm. Birdən görürdüm ki, toy məclislərinə gedirdim öz sənət yoldaşlarımla. Pul bölgü məsələsində, misal üçün mən
mən özümə saf deməzdim sadəcə olaraq. Belə deyim də, qarşı tərəfə həmişə inanmışam, güvənmişəm, özüm kimi bilmişəm. Yəni kişi bilmişəm, belə deyək də, loru dilindən desək, qarşı tərəfə həmişə mən kişi bilmişəm və bu yolla yəni yanaşmışam. Bəziləri mənə qarşı yəni çox yəni haqsızlıqlar eləyiblər. Toy məclisinə getmişik bərabər şəkildə, amma orada pul bölgü məsələsində görmüşəm məndən pul gizlədirlər falan məhmən. Bu kimi şeylər belə deyim də mənim sənət yoldaşlarımdan, yəni gəzdiyim sənət yoldaşlarımdan iyrəndirdi, sindirdi. Həmin vaxtlar belə deyəndə meyxana dediyiniz, cinsi ilə dəyişdiyiniz sənət adamlarından, bu meyxanada olan sənətkarlardan indi kimlərsə sizinlə danışırmı, əlaqəniz varmı? Var. Əlaqə saxladığım insanlar var. Allah hər birindən razı olsun. Yəni indi məni unutmayıblar. Hazırda necə yaşayırsınız? Dolanışınızı necə əldə edirsiniz, necə sağlayırsınız? Mən əvvəllər yəni belə deyim də, elə uşaqlıq illərindən danışsam sənə, 7 yaşımdan mən metal alqı satqısı ilə məşğul olmuşam, yığmışam əvvəllər. Sonra alqı satqısından girmişəm. Yəni 7 yaşımdan dərdəmir yığmışam, belə yəni dolanmışam. Sonra 2013-cü ildə ailə həyatı qurdum, 3 dənə övladım var. Allah saxlasın. Çox sağ ol. 3 dənə övladım var, yəni hazırda da keçiminizi o dəmir satmaqla, hal-hazırda yox. Yəni bir ay bundan qabağa kimi dəmirlə, yəni balalarımı dolandırırdım və özüm bu dəqiqə gördüyünüz bu ev kirayədir. Kirayə yaşayırsınız? Hə, bəli, kirayədir. Yəni buranın da heç kirayəsini də verə bilmirəm. 2-3 aydır yığılıb üstbəyiz. Yəni belə çətinliklə yaşayıram. Maraqlıdır bu dəmir alqı satqısından məsələn günlük nə qədər qazanc əldə edirsiniz ki, ailə saxlaya bilirsiniz? Müxtəlif o cür olur da. Elə olur da 10 manat, elə olur da 15 manat, elə olur da 50 manat. Yəni gündən günə fərqi var. Heç məsələn qazanc əldə eləmədiyiniz gün olurdu? Elə olurdu ki, yəni heç qazana bilmirdim. O vaxtlar mənim ailəm Safvaz ramanında qalırdı. Elə olurdu ki, mən məcbur olurdum ki, yol pulu da belə tapa bilmirdim ki, mən gedim ailəmin uşağımın yanına, əli boş da olsa. Adamın əli boş getməyə də üzü tanır. Yəni ailə uşaq yanına, uşaq yəni var, yox qanmır da. Ata nə almısan istərsəmiz bir ata üçün yəni zərbədir o sual. Yəni ona görə mən məcbur olurdum, qalırdım gecəni də gecə gündüz işləyirdim, elə zibilliklərdən dərdəmir yığırdım. Səhər 2 gün yığdığımı aparıb təhvil verirdim. Əlimdə nəsə 5 manat, 10 manat toparlayırdım, nəsə ərzaq alırdım, makaronla vermişdim aparıb uşaqları yedizdirirdim belə. Yəni çox çətinliklərim olub, yəni lap köhnə illərə qayıtmaq istəmirəm. Çünki köhnə illərə qayıtdıqca sən istər-istəməz adamın gözləri dolur, ürəyi ağrıyır. Yəni istəmirəm mən kimisə ürəyini ağrıdım, amma bu mənim həyatımdır. Dediniz, səhv eləmirəmsə bir moped almısınız kuryer işləmək. Bəli, kredit çəkmişəm. İndi kuryerlik fəaliyyətinə belə deyim. Bəli, kuryerlik edirəm. O necə gedir bəs işləyə bilirsiniz? O belə deyim də, o da axsiya vallahi indi bu günlərin Moskretin motoru vurdu. Yəni 10 kilometr məsafəni əlimdə getmişəm. Belə də heç bir işim alınmır. Yəni hansı işə əlim atıram, elə bir ki Allah Taala o yolu qapını mənə bağlayır. Yenə də naşükür deyirəm, qurban olma Allaha. Yəni bu mənim imtahanımdır. Yəqin ki gücüm çatır ki bu imtahanı Allah Taala mənə bu imtahandan yükləyir. Təxminən aylıq qazancınız nə qədər olur məsələn? Moskretim işləsə bu dəqiqə hal-hazırda misal üçün aylıq qazancım 700-800 belə olar. Yəni işləmirəm. Dəmir, mis, dəmir missə yəni olur da 450, 500. Bakı şəhərində o 600 ilə dolanır. Hə, o çətindir. Yəni uşaqlarımda geriləmə var. Həm inşallah gələn il qoyacağam məktəbə. O da yəni maddi çatışma mövzubatındandır, düzdür. Nə xəstəliyindir? Bilsən geriləmə. Uşaq elə bir ki 8 yaşı var, elə bir 3 yaşı var uşağın. 5 yaşı var. Başa düşürəm belə. Dəli deyil. Müalicə üçün yəni burası geriləmədir də. İnkişaf zəifdir. Əvvəllər çox meyxanaçıların yolunu açmışam, tək özümün yox. Yəni o vaxtlar mən çox məşhur idim. Səhər danışıram 2013-cü il, 2014-cü il. Bu ələfələr mən TikTok platforması zad yox idi. Instagramda o qədər bilmirəm var idi ya yox. Var idi. Prosta məşhur deyildi o qədər də. Yəni mən o ərəfələr çox yəni
populyarlığımı qazanmış bir meyxanaçılardan biri olmuşam. 2012-dən 2015-ə qədər. Neçə yaşınız olardı həmin? İndi 38 yaşım var da. 25 yaşlar, 28 yaşlar. Bu elə. Çox meyxanaçılara yol açmışam mən, qardaş. Mən çox meyxanaçılara yol açmışam. Tanınmayan meyxanaçılara belə deyim də yol açmışam, populyarlaşdırmışam. Həm production idim, yəni. Məsələn, bir şey soruşum. Həmin vaxtda 2011-də, 2012-də sizlə meyxana deyil və bu gün tanınan simalar varmı? Var. Bəli. O vaxtlar biz MP3 saytlar var idi. İndi adını buradan çəkmək istəmirəm. O saytlarda, yəni at oynadan vaxtlarım var idi. Orada baş admin idim. O vaxtlar yəni çoxlarını yol açmışam. Köhnələr tanıyır məni. Köhnələr yaxşı tanıyır, xatırlayar məni. Molla kəndə Muradxana piyada getmişəm ki, lap əvvəl başlayan illərdən danışıram. Orada mənə bir kuplet meyxana deməyə imkan verəcəklər ya yox. Durmuşuq qıraqdan, baxmışıq Bakıdan meyxanaçılar gəlib. Biz beləncə həvəskar olmuşuq. İndikilərin çoxusu özünü soxur ortaya, elə ustadlarla başa-baş gəlmək istəyirlər. Bax, belə şeylər adamın ürəyini açmır. Həqiqətən, yəni, bilsə nətərdir, hörmətsizlik çoxdur. Cavan pokoleniya mən baxıram, Allaha and olsun, yəni o deyil də. Qabaqki ədəb-ərkan, meydanda hörmət, ədəb-ərkan, izzət, o qalmayıb. Mən fikirləşirəm ki, mən kiməm ki, onların yanında, yəni, mən o eləməzlər o hörmətsizliyi, başa düşdün. Mən də gedib otursam o cərgədə, o sırada mən də otursam, mənə də qarşı eləyəcəklər o hörmətsizliyi. O mikrofonu dartmaq, bir nevi valla, nə bilim, qıraqdan çox biədəb görürsəniz, bilirsən nətər, nə bilim, çox belə iyrənc mənzərə çıxır ortalığa. Sevdim səni sevgimə vermədin deyər, əğyarı şah bildin, məni sən ökər. Get sən əğyar ilə ol bəxtəvər, onunla axşamla, onunla səhər. Get sən kefçək, mən isə qəm, kədər, eybi yoxdur Mirzağa, bir gün gələr, o vəfasız yar bir gün geriyə dönər. Qəlbində olan o saf sevgini axtarar. Qəlbində olan o saf sevgini axtarar. Yenə də həminki tək sev məni deyə yalvarar. Ağlayar, o sızlayar, yanaqlarına gəlincə yaş. Hələ çox deyəcəkdir, mən belə etməzdim kaş. Amma çox təəssüf ki, arzuların tutmaz baş. Çünki unutdum səni mən unutdum. Xatırlama məni sən unutdum. Yəni mən ən sevdiyim şeirlərimdən biri bu idi. Bunu kimə səsli eləmişdiniz yoxsa belə? Bəli. Orada. Bəli. Mən ümumiyyətlə, yəni belə deyim də, rus dilində deyəcəm, vozduğa heç nə yazmıram. Yəni boş yerə, yəni mən heç nə yazmıram. Mən görməsəm, yaşamasam onu, yəni canlandıra bilmirəm. Meyxanaçıların əksəriyyəti belə bir deyim var, şair gördüyünü canlandırır. Bu həqiqətdir. Həqiqətdir, tam həqiqət. Düzdür, var fəlsəfi şair, əfsanəvi şairlər var, fəlsəfi şairlər var. Mirzağa bəy, maraqlıdır. Həmin dövrlərdə dediyiniz meyxanalardan ən çox yadınızda qalan hansı, belə deyək, qafiyələr olub, hansı kupletlər olub? Dini mövzu idi, həm də bir vətənpərvərlik mövzu idi. Orada qayıtdı, nəsə bir dini kuplet dedi, həmkarım orada, deyəsən Murad Ağdamlı da orada idi. Bir dini mövzu dedi və beynimə belə bir kuplet gəldi. Olma vətənə nadan, haqsızlığa göz yumma. Vardırsa səndə vicdan, haqsızlığa göz yumma. Ey haqqı görən insan, haqsızlığa göz yumma. Haqsızlığa göz yumsan, cəmiyyətdən uzaqsan sən. Bil ki, ey vətən oğlu, millətdən uzaqsan sən deyəndə millət ayağa qalxdı. Yəni bilsən, bundan o yana kuplet yox idi. Ətraf hamısı dedi ki, bağlanmalıdır qafiyə. Xiridarların, belə deyim də, sözünə görə avtomatik olaraq orada da paxıllıq edirdilər bəziləri. Yəni, bağlamaq istəmirdilər qafiyəni. Amma nəhayət ki, xiridarların təzyiqi ilə deyək ki, bağlanmalıdır qafiyə. Bağladılar. Yəni, çox belə güclü kupletlərim olub məclislərdə. Meyxanadır sənətin əlası. Belə bir qafiyə tutmuşdular.
Deyirəm, qadın odur, qoruyur öz adın. Qeyriyyəti ilə göstərir icadın. Zər-i ziban neyləyir qadın. Abul həyadır zinətin əlası. Belə bir kuplet demişəm orada. Orada belə bir kuplet demişəm. Orada ad-din 50-lik gətirib basıblar cibimə. Həmin vaxt üçün. Yerəz xiridarlar var idi. 2014 zat deyirəm mən. 2014-ün 50 manatı bəlkə də bugünün bir 250 Bəli, manatı. 2014-də bir dənə 50-lik basıblar cibimə. Mən onu çıxartdım, atdım ortaya, yəni dedim eyibdir. Məzəsə, yəni mənim cibimə Böldünüz ortada olum. Həmkarlarınızla Bəli. Xoş oldu mənim sizinlə bu söhbətim, sizi tanımağım. Ümumiyyətlə bizim həm mənim üçün, həm bizi izləyənlər üçün düşünürəm ki, bu maraqlı olacaq sizin həyat yolunuz. Bir daha təşəkkür edirəm mən sizə. Çox sağ olun. Çox sağ olun.